Bura Azərbaycandır. Aeroportumuzdur. Azərbaycan. Can. Allah dünyamıza sülh, əmin, amanlıq versin. Allah qorusun millətimizi, dövlətimizi, xalqımızı. Qonaq var, qarşılayıram. Mən polis gəzirdim ki, məsləhət alım. Axır ki, bunların salam əleykum, vətən oğulları. Bu çəkib paylaşmaq olur bunu, buranı. Allah Allah. Deyirəm birdən düşmən qüvvələr görər deyə. Ona görə daha izin aldım. Çəkmək olardı. Təhlükə yoxdur artıq. Güvəncliyik. Qürur üçün çəkirəm bunu. Fəxr edirəm Azərbaycanlıyıq. Doğrudan da ulu öndər demişkəndən. Mən fəxr edirəm ki, Azərbaycanlıyam və bütün Azərbaycanlılar, dünyanın hər yerindəki Azərbaycanlılar fəxr edir ki, Azərbaycanlıdır. Əsas da olan ki, insan olmaq lazımdır. Haralı oluruqsa olaq, kim oluruqsa olaq, hansı millətdən oluruqsa olaq, dövlətdə yaşayırıqsa yaşayaq, insan. İnsan kimi insan, sülhsevər, əmin-amanlıq yaradan, dostluq yaradan, ədavətsiz bir insan. Hələ qonağım gəlib çıxmayıb. Darıxdırıcı olmasın deyə gəzirəm. Və sizlərlə də mən dost canlıyam deyə paylaşmaq istəyirəm. Dostlarım da görəsiz. Malatyadan qonağım var. Azərbaycan xanımı ilə evlənib. Allah xoşbəxt eləsin. Burada da ev alıblar zamanında. Zəlzələ zamanı gəlmişdilər. Allah bir daha günləri göstərməsin. Müraciət elədim müəyyən dövlət idarələrinə. Həm onların telefonunu çəkdilər, işığını, müəyyən elektrik şəbəkələrini. Çox sağ olsun dövlətimizin də xidmətində duran layiqli oğullarımız. Doğrudan da dəyər verənlərimiz var. Artıq birinci mərtəbəyə enirəm. Hələlik əziz dostlar. Bu qədər sizinlə həmişə gəzintilərimi paylaşıram. Güllərdən, çiçəklərdən, dağlardan, dərələrdən, sözdən, nəğmədən. Bugün də sizə gözəl aeroportumuz haqqında, yəni gəzintimdən danışdım, aeroportda olduğumdan danışdım. Allah sizləri qorusun. Bir boyada çiçək var. Yamyaşıl ləçək var. Baxın. Sizlərə də belə gözəlliklər arzulayıram. Günümüz ağappaq, ömrümüz ağappaq, ləkəsiz olsun. Xoşbəxt olasınız səmalarımızda. Səmalarımız da ağappaq olsun, mapmavi olsun. Təbiətimiz də yamyaşıl olsun, yamyaşıl olsun. Dünyaya sülh olsun, sülhə gəlin insanlar. Müharibə olmasın, nə analar, bacılar, gözü yaşlı qalmasın. Gül açsın qara torpaq, göyərsin yaşıl yarpaq. Şənlənək, xoşbəxt olaq, müharibə olmasın. Göylərdən nur ələnsin, şux dağlar lalələnsin. Dünya sülhə bələnsin, müharibə olmasın, heç zaman. Əziz dostlar, sağ olun, salamat olun, əlvida. İnşallah yeni gözəl videolar çəkərəm sizin üçün. Tanış olaq jurnalının təsisi, 6 dildə yurdu talan Xarı Bülbül poemasının müəllifi
şairə, sülhsevər, vətənpərvər şairə Nüvə Şərifova. Sevənlərin dostu.